Amerika və İran Pakistanın vasitəçiliyi ilə razılaşmanın yekun versiyası üzərində razılığa gəliblər. Sənəddə bütün istiqamətlərdə dərhal və tam atəşkəs, infrastruktura hücumların dayandırılması, Fars körfəzi və Hürmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsi və İranın razılaşmanın şərtlərinə əməl etməsi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi yer alır. Razılaşmanın yaxın saatlarda elan ediləcəyi və həll olunmamış məsələlər üzrə danışıqların bir həftədən gec olmayaraq başlayacağı gözlənilir. Əgər Rusiya nüvə silahından istifadə edərək Ukraynaya zərbə endirmək qərarına gəlsə, dağıdıcı zərbələrlə üz-üzə qala bilər. Bunu NATO-nun baş katibi Mark Rutte deyib. Onlar bilirlər ki, əgər bu baş versə, nəticələr dağıdıcı olacaq. Qeyd edək ki, Belarusda Rusiyanın iştirakı ilə nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi təlimlər başlayıb. Moskva silahlanma yarışına qoşulmaq niyyətində deyil və nüvə qüvvələrinin zəruri yetərlilik səviyyəsində saxlayacaq. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Rusiya və Belarusun birgə nüvə qüvvələri təlimi zamanı çıxış edən Putin qeyd edib ki, ölkə strateji və taktiki nüvə qüvvələrinin hazırlığını planlı şəkildə artırmağa davam edəcək. Onun sözlərinə görə, strateji raket qoşunları yeni stasionar və mobil raket kompleksləri ilə təchiz olunacaq. Putin əlavə edib ki, Rusiya və Belarus yaxın illərdə də birgə hərbi təlimləri davam etdirəcək. Mayın 21-də Rusiya Xarici İşlər Nazirliyi İranın uran ehtiyatları ilə bağlı açıqlama verib. Bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Qeyd olunub ki, İranın uran ehtiyatlarının gələcək taleyinə yalnız Tehran qərar verməlidir. Zakharova qeyd edib ki, Moskvanın rəsmi mövqeyi ondan ibarətdir ki, İranın nüvə məsələsi yalnız diplomatik yollarla və İranın maraqları nəzərə alınaraq həll olunmalıdır. Rusiya tərəfi qeyd edib ki, nüvə proqramı ətrafında yaranan bütün məsələlər siyasi təzyiqlərdən uzaq danışıqlar yolu ilə tənzimlənməlidir. Belarus prezidenti Aleksandr Lukashenko Kiyevdən gələn boş boğazlığa, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamalarına cavab vermir. Kiyevdən, o cümlədən Zelenskinin dedikodularına heç bir reaksiya vermirəm. Bu halda ona rəğbət bəsləməyə çalışıram, deyə o qeyd edib. O, Ukrayna prezidentinin ciddi təzyiq altında olduğunu və vəziyyəti təhlil edib, nəticə çıxarmaq istəmədiyini deyib. Şantaj və hədə-qorxuya cavab verməyi öyrənmişəm. Zelenskinin Kiyevdə bu kimi açıqlamalar verdiyini eşidəndə özümə suallar verdim. O bunu niyə edir? Niyə? Belarusla döyüşmək istəyir? Əminəm ki, istəmir. Amerika prezidenti Donald Trump NATO'nun İranda davam edən müharibəyə verdiyi reaksiyadan çox məyus olduğunu bildirib. Bu barədə dövlət katibi Marco Rubio deyib. Rubio, İspaniyanın İran müharibəsi zamanı Trump administrasiyasına hərbi bazalardan istifadə etməsinə icazə verməkdən imtina etməsini qınayıb. NATO'nun Avropa üçün niyə yaxşı olduğunu bilirəm. Bəs NATO Amerika üçün niyə yaxşıdır? Çünki bu, bizə regionda yaxın şərqdə və ya fövqəladə hallarda başqa yerlərdə güc tətbiq etməyə imkan verən bazalar verir. Beləliklə, əgər bu sizin NATO'da olmağınızın əsas səbəbidirsə və İspaniya kimi ölkələr bizə həmin bazalara girişi qadağan edirsə, onda siz niyə NATO'dasınız? Bu çox ədalətli sualdır, deyə o qeyd edib. Türkiyədə ana müxalifət partiyası olan CHP ilə bağlı məhkəmə qərarı siyasi gündəmdə geniş rezonans doğurub. Ankara Regional Apellyasiya Məhkəməsi CHP sədri Özgür Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı tam etibarsız sayılması qərarı çıxarıb. Qərarın təminat tədbiri formasında qəbul edildiyi deyilir. Məlumata görə qərara əsasən CHP-nin əvvəlki sədri Kemal Kılıçdaroğlu yenidən partiya rəhbərliyinə qaytarılır. Qərardan sonra CHP Mərkəzi İdarə Heyəti fövqəladə iclasa toplanıb. Kemal Kılıçdaroğlu qərarla bağlı tam etibarsız sayılması qərarı xeyirli olsun açıqlamasını verib. CHP qrup sədr müavini Ali Mahir Başarır isə qərarı tanımadıqlarını bildirərək lazımi addımlar atacağını deyib. Amerika prezidenti Donald Trump İranla bağlı vəziyyətin yaxın vaxtlarda həll olunacağını deyib. İranla münaqişə tezliklə, çox tezliklə bitəcək deyə Trump qeyd edib. Trumpın sözlərinə görə, Vaşinqton Tehranın Hürmüz boğazında gəmiçilik üçün rüsum tələb etməsinin qəti əleyhinədir. O vurğulayıb ki, bura beynəlxalq su yoldur. Amerika lideri əlavə edib ki, Amerika İranın uran ehtiyatlarını ölkədən çıxarmaq və böyük ehtimalla onu utilizasiya etmək niyyətindədir. Qeyd edək ki, daha əvvəl Fars agentliyi
Tehranın sülh danışıqlarının bərpası üçün irəli sürdüyü 5 şərti açıqlamışdı. Həmin şərtlərə Livandakı hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin sərbəst buraxılması, müharibənin vurduğu ziyanın kompensasiyası və İranın Hörmüz boğazı üzərindəki suverenlik hüququnun tanınması daxildir.